Cənublu şimalını oxuyub başa düşür. Amma əmin olun ki, şimalı cənublu başa düşmür. Azərbaycan xalqının, yəni Şimali Azərbaycanda yaşayan insanlarımızın Cənubi Azərbaycan ədəbiyyatına marağı çoxdur. Əsas o hədəf azadlıq, əsas kədər və dərd zindan və diktator dərdidir. Ona görə də oranın şeirləri mənə elə gəlir ki, burada yenilik ola bilər. Bu oxucu ona qulağı taqqıldaya bilər oxusun. Millətin haqqı idi bu şöbə. Demək olar ki, İran adlanan ölkə ilə Azərbaycanlıların idi. O imperiya bizim imperiyadır. Səfəvilərin, Səlcuqların, Qacarların, ondan qabaq hamısı bizimdir. O torpaq bizimdir. Sadəcə olaraq beyinləri və ruhları türk deyil artıq indi. Bizə lazımdır həmin demokratiya. Orada ana dilində məktəb olsun, qəzet olsun, jurnal olsun, televiziya olsun, radio olsun, yoxdur. Mən o əsəri demək olar ki, ilk oxuyan və ilk fikir bildirənlərdən oldum əslində. Mən onu oxuyanda doğru sözün əsl mənasında dəhşətə gəldim ki, bir Azərbaycanın xalq yazıçısı, Azərbaycan ziyalısı öz millətinə münasibəti bu dərəcədə insafsız və bu dərəcədə vicdansızcasına necə ola bilər? Ola bilər, müxtəlif yanaşmalar var. Misal üçün, bir çox insanlar deyir ki, yazıcı azaddır və o hər şeyi yaza bilər. Doğrusu, mən özüm bu sualı yanlış hesab edirəm, bu cavabı da yanlış hesab edirəm. Bir yazıcı, bir xalqın xüsusilə də yazısı, bu adi bir yazıcıdan söhbət getmir. Bu şöhrət ordeni almış bir yazıcıdan söhbət getmir. Bu Əkrəm Əhlisli bu ölkənin xalq yazıcısı, prezident təqaüdçüsü və şöhrət ördeğini almış bir yazıcıdır. Bu yazıcı gərək xalqın, dövlətin tamamilə o maraqlarına və mənafeyinə uyğun hərəkət edir. Mən elə gəlir ki, Əkrəm Əhlisli Azərbaycan xalqına, Azərbaycanın həm də dövləti və dövlətçiliyinə çox böyük bir udar vurdu bu işi ilə. Eyni zamanda pisləyirəm o adamları ki, Əkrəm Əhlisli kitablarını da, misal üçün, mən gözləməzdim kitab yandırmağı, gözləməzdim qulaq kəsilməyi və eləncə bir bəyanatı. Ona görə ki, mənə elə gəlir, bu işlər Əkrəm Əhlisliyi sevənlərə və Əkrəm Əhlislinin bu romanından faydalananlara xidmət oldu. Yəni, onlar çalışırlar, göstərirlər ki, bax, gördünüz, Azərbaycanda qulaq kəsəndir. Deməli, Əkrəm Əhlisli düz yazır. Azərbaycan xalqı hamıya qucaq açır, hamını sevir. Bu xalqa bu münasibət doğrudan da mənə elə gəlir ki, yalnız düşmənin münasibəti ola bilər. Bilirsiniz, 30 il rəhmətli xalq şairi Balaş Azəroğlu Cənubi Azərbaycan Komissiyasının məhsulu kimi fəaliyyət göstərirdi, Anar müəllimin müşaviri kimi. Sonra Balaş müəllim rəhmətə gedəndən sonra hər halda mən oldum, Balaş müəllimin yerinə keçdim. Və bir çox əziyyətlərdən, zəhmətlərdən sonra o komissiyanı şöbə səviyyəsinə qaldırdıq, bir otaq aldıq. Bir otağımız var, orada Güney Azərbaycan adını diri saxlamışıq. Bizim orada klassikalarımız, bizim müasir yazıçılarımız, bizim gələcəyimizi yaradan yazıçılarımız bax, oranın özlərini otağı hesab edirlər. Biz orada o əsərləri bir yerə yığırıq, indi jurnalımız olacaq, onları burada çap elətdiririk. Ümumiyyətlə, mən hesab edirəm ki, o şöbə lazımlı idi, o şöbə olmalı idi və dostlarımın biri demişkən, bu şöbənin yaranmasında buna bənzir ki, haradasa da qələbə də çalır da, yəni millətin haqqı idi bu şöbə. O da ki, Allaha şükürlər olsun, bərpa olundu. Azərbaycan xalqının, yəni Şimali Azərbaycanda yaşayan insanlarımızın Cənubi Azərbaycan ədəbiyyatına marağı çoxdur. Sadəcə olaraq bu əsərləri yayan, bu əsərləri dərc elətdirən və bu işin üstünə düşən adam yox idi indiyə kimi. Bir hardasa 20 ildən çox, 25 ildən çox arada fasilə yaranmışdı. Və indi xalq doğrudan da özünə gəlib. Ədəbiyyata maraq artır, günü-gündən kitablar oxunur, kitablar çap olunur, gənc yazarlar ortaya çıxır. Cənubi Azərbaycan yazıçıları da elə bu, xüsusilə də 2006-cı il may hadisələrindən sonra başladılar fəaliyyətə.
və güclü əsərlər ortaya qoydular. Mənə elə gəlir ki, Şimali Azərbaycanda, Azərbaycanın şimalında bu kitablar dərc olunsa, təbliğ olunsa, Cənubi Azərbaycan ədəbiyyatına yaxşı pul qoyulsa, yatırılsa, ora elə bir sahədir ki, mənə elə gəlir ki, Cənubi Azərbaycan və ümumiyyətlə bütöv Azərbaycanımızın ədəbiyyatını sığorta eləmiş olar. Çünki orayla bura ədəbiyyatın fərqləri də var axı. Cənubi Azərbaycan ədəbiyyatı həm də müharibə, zindan, azadlıq ədəbiyyatıdır. Yəni orada lirikaya demək olar ki, ikinci, üçüncü dərəcəli bir, ya sevgi şeirləri ikinci, üçüncü dərəcəli bir şeirlərdir. Oranın əsas, hətta sevgi şeirlərinin kökündə əsas o hədəf azadlıq, əsas kədər və dərd, zindan və diktator dərdidir. Ona görə də oranın şeirləri mənə elə gəlir ki, burada yenilik ola bilər. Oxucu ona qulağı taqqıldaya bilər oxusunun. Oxucu onları eşitməyib, görməyib. Mənim bu 100 il İnqilab romanım burada dərc olunanda mən gördüm. Reaksiyaları gördüm. Mənim kitabım burada ən çox satılan kitablar siyahısında idi. Halbuki o Cənubi Azərbaycan mövzusuna yazılmış kitab idi. Bu ona görədir ki, Şimali Azərbaycanda Cənubi Azərbaycanı öyrənmək bir meyl var. İnsanlar oranı öyrənmək istəyirlər. Sadəcə olaraq onlara deyən olmuyor, çatdıran olmuyor indiyə kimi. Allaha şükürlər olsun. İndi qismət deyil, indi xalqımızın istəyi deyil, dövlətimizin istəyi deyil, nə deyim bilmirəm. Amma hər halda bu yük bizim belimizdədir. Mən də onu daşımağa çox sevinirəm. Allahdan arzu edirəm ki, imkan yaransın, biz bunu layiqincə və yetərincə daşıyıb yerinə yetirə bilək. Bilirsiniz, əsas burada bizim təbii ki, maliyyə məsələsidir. Maliyyə məsələsi həll olunsa, kitabda çap olar, jurnalda çap olar, saytda olar. Hazırda fəaliyyət göstərən məsələn? Yəni, hazırda fəaliyyət göstərən elə bir ciddi bir şey yoxdur. Nə ciddi bir sayt yoxdur, nə ciddi bir dərgi yoxdur. Müxtəlif pərakəndə yerlər var, misal üçün jurnallar da var. Müxtəlif saytlarda müəyyən yerlər verilir Cənubi Azərbaycan ədəbiyyatı, amma bu bəs eləmir. Cənubi Azərbaycan ədəbiyyatının təbliği yalnız şeirlər və hekayələrin dərcindən getmir söhbət. Söhbət o ədəbiyyatı araşdırmasından gedir. Var, oradan uşaqlar demək olar ki, mənə hər gün materiallar göndərirlər, şeirlər, hekayələr. Şeirlərin dərci çox asandır. Bir cüzü redakt edirsən, ya orfoqrafik səhvlərini korrekt edirsən, neyirsən, qoyursan saytda. Amma uzun nəsr olanda artıq pul məsələsinə keçir. Yəni, kimsə lazımdır ki, ona bir müəyyən pul ödəyəsən və bu otursun bir həftəmi, 3 günmü, 5 günmü bu əsəri redakt, orfoqrafik səhvləri və korrekt edəsən. Çünki bilirsiniz, orada ana dilində təhsil olmayıb deyə, cümlə quruluşları hamısı səhv, ləhcə ilə yazırlar, o ədəbi dili bilmirlər deyə, yəni başdan ayağa səhv. Yəni həmin əsəri biz burada çap eləsək, ola bilər Şimali Azərbaycan oxusu onu başa düşməsin hətta. Ən böyük fərq ərəb qrafikasıdır. Yəni, hətta bugün Cənubi Azərbaycan müstəqil olsa da, Azərbaycanın şimalı ilə cənubu bir-birini tərcümə edib oxumalıdır. Ona görə ki, orada ərəb qrafikasında hamı yazır. Və bu çox böyük dərddir. Türkiyə və bütün Turan dünyası Latin qrafikası ilə yazır. Mənə elə gəlir ki, Cənubi Azərbaycana artıq Latin qrafikasında yazmağı öyrətməliyik. Amma necə? Yalnız pul və təbliğat sayəsində. O da ki, hələlik bizdə yoxdur. Oxuya bilirlər aslında. Oxuya bilirlər, çünki ingilis dilində oxuyurlar onlar. Məktəbdə ingilis dilində təhsil var. Biz Latin əlifbasını bilirlər hamısını. Oxuyurlar, amma yazmaqda o fars dilini təhsil alıbdır deyə, gözü o əlifbaya öyrənibdir deyə, həm o əlifbada rahat yazır, həm də ki, düşünəndə fars kimi düşünüb türk kimi yazırlar. Azərbaycan kimi. Ona görə də o yanlışlar ortaya çıxır. Hətta mən ki, bir cənubluyam, onların yazılarını oxuyanda artıq görürəm ki, nə qədər fərq var da. Cənublu şimalını oxuyub başa düşür. Amma əmin olun ki, şimalı cənublunu başa düşməyəcək. Yəni, bir də bu məsələ var. Cənubi Azərbaycanda bir çox kələmələr var ki, işlənilir, halbuki Şimali Azərbaycanda onlar yoxdur.
Şimali Azərbaycanın ədəbiyyatındakı kəlmələrin sayı demək olar ki, Cənubi Azərbaycanın heç 5/1 qədər deyil. Şimali Azərbaycanda müəyyən ədəbi dil formalaşıb ki, çox qurudur. Orada şeir yazanda da adama ləzzət eləmir. Xüsusilə də sərbəst şeirlər hiss edirsən ki, hansı sünilik bunda gözə dəyir, hansı axıcılıq yoxdur. Onun səbəbi o dilin quruluğudur. Ancaq Cənubi Azərbaycanda bu dilin quruluğunu sındırıblar. Xalq danışıq dilindən istifadə edir. Yox, xalq danışıq dili və hardasa ədəbi dilinə yaxınlaşmaq. Eyni zamanda orada mütaliə Avropa ədəbiyyatı iləndir deyə, Türk ədəbiyyatı iləndir deyə, dil biraz işləh dilə tərəf gedir. Yəni dil elə bir ki, yumuşaq bir dilə tərəf gedir, olmasına tərəf gedir. Amma Şimali Azərbaycanda hiss edirəm, dil nisbət ora baxanda biraz qurudur. Azad olsaydı da biz burada nə edirdik? Cənubi Azərbaycanda media azad deyil. Dövlət səviyyəsində azaddır. Dövlətin istəyinidir, dövlətin ədəbiyyatını yayır, ancaq orada xalqın da istədiyi bir ədəbiyyat var. Misal üçün, Azərbaycan ədəbiyyatını yayan bir yer yoxdur. Yayan da olsa, onlar ancaq dövlət tərkibindədir, dövlətin nəzarəti altındadır, müəyyən adamları yayırlar və qırağa da çıxır. Yəni, bizə lazımdır Azərbaycan dilində təhsil. Bizə lazımdır, necə ki, burada bütün insanlar azaddılar, saytlarda, televiziyada çıxış edirlər, sözlərini deyirlər, demokratiya var Şimali Azərbaycanda. Bizə lazımdır həmin demokratiya. Orada ana dilində məktəb olsun, qəzet olsun, jurnal olsun, televiziya olsun, radio olsun, yoxdur. Yox, o artıq demək olar ki, 10 illərlə orada sırada dur. Mən adam tanıyıram, 6 il gözlədi bir jurnal ala bilmədi. Yəni, müəyyən orada çətinliklər var, çox çətinliklər. Orada jurnal, sayt əlbəttə bu, indi bloqlardan söhbət getmir, o asandır, girirsən. Ancaq müəyyən səviyyədə işləmək üçün orada gərək yüksək səviyyədə dövlətə yaxın olasan ki, bu işi görəməsin. O da ki, bilirsiniz, xalq dövlətə yaxın olsa da xalq niyə etiraz edir? Deməli, xalqla dövlətin arasında uçurum var da. Xalq öz milli kimliyini istəyir, müstəqilliyini istəyir, öz milli bayrağını istəyir, milli varlığını, milli tarixini istəyir. Mənim nəyimə lazımdır fars dilini gətirilib Azərbaycan dilində təbliğ edir? Mən neyinirəm onu? Bunlara deyəndə ana dilində təhsil gətirdilər Şahnaməni və fars tarixini Azərbaycan dilinə tərcümə elədilər, yaydılar. Dedilər, bu da sizin ana dilim. Mən onu neyinirəm? Mən ana dilim odur ki, bilim Azərbaycanlı türkü hansı tarixi keçib, Azərbaycanım necə müstəqil olub, bu ədəbiyyat, bu mədəniyyət hansı yolu keçib, mən özümü tanımaq istəyirəm, mən öz dilimdə farsı tanımaq istəmirəm ki. Yəni, mən elə gəlir ki, indiki İran adlanan yerin çərçivəsində və oradakı dövlətin çərçivəsində, hakimiyyətin çərçivəsində heç bir orada yaşayan etnikin heç biri öz azadlığını, müstəqilliyini nə dövlət baxımından, nə də millət baxımından ələ gətirə bilməz. Oranın, bilirsiniz, 52% Azərbaycanlılardır. Demək olar ki, İran adlanan ölkə ilə Azərbaycanlıların idi. O imperiya bizim imperiyadır. Səfəvilərin, Səlcuqların, Qacarların, ondan qabaq hamısı bizimdir. O torpaqlar bizimdir. Mən həmişə deyirəm ki, İranın Azərbaycanı yoxdur. Deməyin İran Azərbaycanı. Deyin Azərbaycanın İranı. İran Azərbaycan torpaqlarında yarandı. Azərbaycan İran torpağında biz yerimizdə oturmuşuq da. Təbrizdən harasa köçməmişik ki, və yaxud haradansa Təbrizə biz yerimizdə oturmuşuq. Prosta bizim adımızı qoyublar İran. Ora bizimdir. Tehran bizimdir, Şiraz bizimdir, İsfahan bizimdir. Əgər bizim deyil, Şah Abbas orada nə edirdi? Bizimdir də, hamısı bizimdir. Sən Tehran şəhərinin ətraf kətlərində bir dənə Fas kəndi tapa bilməzsin. Hamısı Azərbaycanlı türklərdirlər. Bəxtiyarilər, Qaşqaylar, Türkmənlər, nə bilim, hamısı özümüzdən türklərdilər. O torpaq bizimdir. Sadəcə olaraq beyinləri və ruhları türk deyil artıq. İndi misal üçün bir neçə nazir var orada türkdür. Bəs bizim Təbrizdə bələdiyyə başçısı də görsən türkdür, hamısı türkdür, orada Azərbaycandan sonra başqası. Amma təəssüf ki, hələlik o Fars imperiyası icazə vermir xalq o istədiyinə nəsə. Mən əminəm ki, orada yaşayan hər bir Azərbaycanlının ürəyindən müstəqillik keçir, birlik keçir.
Qarabağ azadlığı keçir, bütövlük keçir. Burayla birləşmək, bu bayrağın altında yaşamaq keçir. Amma o təzyiq, siz güllənin adını az bilməyin. Zindandakı işgəncələr olub. Bizim xalq bu 100 ildə 1 milyon bəlkə itkin verib. Həm ermənilər orada qırğın ediblər. Urmiyədə, Xoyda, Salmasda, Makidə, Sulduzda. Həm Faslar qırıblar. Bəs pişələri tarixi elə binanın tarixidir. İran inqilabı bəs 30 il bundan da siz görürsünüz, bizim xalq çox qırılıb. Ona görə ki, o xalqı qınamaq olmaz. O xalq yenə də mənə elə gəlir ki, yaxın illər ərzində ayağa duracaq, Azərbaycan uğrunu döyüşəcək, öz müstəqilliyini əldə edəcək və biz bütöv bir xalq kimi bir yerdə yaşayacaq inşallah. O mümkün deyil, xanım. Ona görə ki, əgər sən siyasi düz idisə, niyə tuturdun? Ki, hələ indi də şov eləyib onu azad eləyəsən. Sən düz deyirsən, qoy sözün desin də. Bu nə deyil? Bu nə demir sənə ölüm olsun, nə demir farsı ölüm olsun, nə demir din pisdir, nə demir Allah pisdir. Bu deyil, qoy yazana dilimdə oxuyun. Sən bunu niyə tuturdun ki, indi şov eləyib bıraqasan? Mənə elə gəlir ki, bu buraxılan zindan məhbusların heç biri siyasi deyil. Hamısı ya narkotik, ya indi borcu olub zindana düşüb və yaxud da öz ətrafında olan insanlar. İndi təsəvvür edin, İranda 3 milyard dollar pul yiyən insanlar oldu, hansılar ki, zindanda da deyirlər. Amma inanın ki, bəlkə 100 dollar üstündə bu dəqiqə zindanda yatan insanlar var. Mənə elə gəlir ki, dini lider məhbusları buraxmaqdansa durub fitva verərdi ki, bəs bundan bu tərəfə heç kimi siyasi maraqlar üçün zindana basmayın. Qoyun insanlar öz dillərində yazıb oxusunlar, qoyun insanlar öz haqlarını alsınlar. Dini lider bunu deməlidir. Yoxsa bugün basıram zindana, sabata çıxarıram, buna nə deyərlər? Bu şovdur yalnız. Mənə elə gəlir ki, bu şovlar da artıq dünyanın heç bir yerində dəyəri və qiyməti yoxdur. Və mənə elə gəlir ki, yaxşı olacaq. Hər halda biz varıqsa, siz varsınızsa, bu hərəkət, bu fəaliyyət varsa, deməli hər şey yaxşıdır və yaxşı olacaq inşallah.